tərbiyə ancaq anlatmaqla deyil, əməldən başlanır. Ona görə deyir ki, 7 yaş uşaq çatdı, hə? Bütün gün nəsihət eləmə. Oğlum belə elə. Deyir ki, 7 yaşdan sonra başda ədəb öyrətməyə. Olar olmazı əməldə tətbiq elə. Məsələn, kutkasını gəldi atdı. Dinən ki, oğlum dur gəl bura, gəl götür. Demək ki, bunu adam götürməyəcək. Tut əlindən gəl, bunu götür, bunun yeri bura deyil. Mehriban amma, gəl gedək bunu apar ora qoy. Hər gün 7 yaşdan sonra bu işlərlə məşğul ol. Belə oturub böyüklə danışsan olmaz. Dur ayağa, danış, sonra otur. Əməllə. Onu düşüncəsini oyla açmalısan. Hər adama elm verməklə düzəlmir. Elmi ver hazır olmayan adama bir dənə oyun açsın dinin başına ki, gəl görəsən. Bir nəfər yaşlı kişi idi, 90 yaşı vardı deyəsən. Sözümü bitirirəm, az qalıb. Sözüm tamamlanır. Gəldi İmam Sadiqin yanına, Ünvan-ı Bəsiri. Gəldi İmam Sadiq Aleyhisselamın yanına. Girdi içəri, oturdu. Ağa nə olub, nə məsələdir? Dedi ki, mən gəlmişəm, özüm öyle biraz oxumuşam, eləmişəm, gəlmişəm, siz mənə dərs deyəsiniz. Nə desə yaxşı İmam Sadiq Aleyhisselam. Dedi, dur get, işim var mənim, bekar deyiləm mən. Təsəvvür edirsiniz? Bu gəlib indi elmimi dinən, imam deyir ki, dur, mənim işim var, bekar deyiləm mən sənə dərs deyəm. Mənim tərzimdə demədim, amma elə mənası bu idi. İmam özünə layiq dedi, amma elə bu idi. Yəni ki, mənim bekar adam deyiləm, elə kim gəldi, mən ona dərs deyəm. İmam əstəğfurullah, nauzubillah, 100 dəfə əstəğfurullah, ədəbsiz iş görər, yox. Nəsə bir hikmət vardı. Bu durdu, getdi, 3 gün deyir, getdim, ibadət, təvəssül, dua filan, ağladım ki, ay Allah, elmin teşnəsi belə olar. İmam Sadiqin qəlbini mənə tərəf yönəld, 3 gündən sonra ürəyim dözmədi, aşıq olmuşam da, görmüşəm, gəldim, deyir, qapıdan açdılar qapını, mənə buraxdılar içəri, namaz qılırdı, oturdum, baxdı, dedi, hə, gəlmişsən, gəl bura, dedi, gəldim, ürəkləndim, adın nə dedim, Abdullah, dedi ki, səbbətəllah kunyətək, yəni, elə adıva layiq olasan, Abdullah bəndə deməkdir, yəni elə Abdullah olasan həyatda. Dedim ki, öz-özümə, heç nə də deməsə, elə bu duası bəsdir bu görüşdür. Birdən indi bundan sonra desə, dur get də əliboş çıxmamışam. Elə bu duası mənə təsir eləyəcək, kifayət eləyəcək. Ondan sonra başladı məndən danışmağa. Dedi ki, elm bir nurdur, Allah hər adama verməz. Başladı bəndəlikdən, əməldən danışmağa filan. İndi Əllamə Qazi deyir ki, hər adamın əlində Ünvan-ı Bəsiriyə İmam Sadiqin nəsiyyəti olsun. Həftədə heç olmasa bir iki dəfə baxsın ona.